Gəncəyə yadınızdadsa 17 litrlə gəlmişdi. 17,1 yazılmışdı burada. Hal-hazırda bunu sıfırlayacağıq və baxacağıq, görək ki, Bakıya qaydırıq. Görək Bakıya qaydanda nə qədər benzin sərfiyyatı olacaq. Bir qədər fərqli olacaq bizdə hal-hazırda. Nəyə görə? Deməli, gəlin elə buradan sıfırlayayım. Gələndə mən ay rejimdən gəlmişəm bütün yolu. Amma indi mən save rejiminə 70% kimi dolduracağım. Sonra keçirdəcəm maşını elektromobil kimi buradan EV rejimə keçirdəcəm və salam aleykum. Elə gələcəm, təzədən sıfırla düşəndə. Bunu mən iki səbəbə görə eləyirəm. Birinci, həm test məqsədi ilə görək ki, necədir. İkinci isə mühərrik bir dəfə xodlanacaq. Misal üçün 30 kilometr, 40 kilometr yol gedəcəm. Şarj bax burada. Misal üçün save-i bastım, qoydum. Bu mühərrik daima 70% doldurana qədər bu işləyəcək. Bir dəfə xodlandı, işləyəcək. Sonra təzədən söndürəcəm. Belə deyim də, hər qayda gələndə necə idi? 22%-ə qədər doldururdu, sonra sönürdü mühərrik, 19%-ə çatandan sonra təzədən xodlanırdı mühərrik. Başa düşdünüz nə demək istəyirəm? Yəni tez-tez xodlanmasın deyənə. Bir ona görə yoxlayacağım. İkinci testimiz olacaq ki, yenə də 99 ilə qaydacağım. 99 sürətdə görək 70%-dan, yəni burada misal üçün olacaq 32-34 kilometr burada yazacaq da. Hal-hazırda 66%-dən. Görək nə qədər gedəcək. Bax, onu da yoxlayacağıq. Bir sözlə qəşəng maraqlı test videomuz olacaq. Hal-hazırda gördüyünüz kimi son 50 kilometrə 4,7 litr sərfiyyat var idi. Səhər 0 dərəcə idi, çox uşaqlı idi Gəncədə. İndi 12 dərəcə isti var, qəşəng, əla, superdir. Birinci testimiz bitdi. Deməli, yalnız elektromobil kimi sürmüşəm hələ ki. Yəni 1190 benzinimiz vardı, hələ də 1190 benzinimiz qalıb. Hələ 32 kilometrdən cəmi 1 kilometr qalıb. Amma mən reallıqda 34 kilometr yol sürmüşəm hal-hazırda və 32-nin yerinə 34 hələ 1 kilometrdə gedəcəm, olacaq 35. Ondan sonra artıq mühərriki işə salacağım. Ortalama 54 sürətimiz, hələ ki benzin istifadə eləməmişik. Belə, indi gəlin elə danışa bir dənə qoşum mühərriki. Bir dəqiqə save və buradan da keçdim hev rejimlə. İndi görək, xodlandı mühərrik. İndi yığacam 70% rətqəyi kimi, sonra təzədən mühərriki söndürəcəm. Deməli dostlar, bir dənə də testimiz yekunlaşdı. 60% rətqəyi qaldırdım. İndi artıq keçirdirəm elektromobil rejimlə. Bir dənə buradan da çevirim EV moduna ki, mühərrik tam sönsün. Mühərrik söndü. 60%-ə niyə görə çatdırdım, indi deyəcəm. 35 kilometrdə mühərrik xodlandı, 60 kilometrdə təxminən nə qədər eləyir? 25 kilometrə cəmi ortalama 100 sürətlə 20%-də 60% rətqəyi qaldırdı. Bu çox qısa məsafə oldu sözüncü. Yəni təsəvvür edin, 25 kilometr, nə bilim, maksimum belə deyim də 20 dəqiqəyə birdən-birə 40% rətqə yığdı. Bu o deməkdir ki, kilovat olaraq adi AC portla biz zərətqəyə qoyanda 3 kilovatla doldurur. Amma hal-hazırda Trustda bəlkə də 7 kilovatla, nə bilim 8 kilovatla doldururdu ki, bu qədər tez yığdı. Bilmirəm bu nə qədər batareyalara ziyandır, xeyirdir, onu yalan deyərəm. Ona görə də bu tərəfini şərh eləməyəcəm. Amma çox tez doldu. İndi hal-hazırda nəyə görə 60%-ə can doldurdum, 70%-ə can yox? Kitabçasında belə bir məlumat var ki, batareyanın qorunması, inşallah onu da növbəti videolarda paylaşsam, batareyanın qorunması ən ideal 40-60% aralığındadır.
belə bir məlumat var. Ona görə də 60% kimi qaldırdım, heç 70% kimi qaldırmadım. Belə əzizlərim, indi təzədən gəlin bir də buradakı məlumatlarla tanış edeyim. Ortalama sürətimiz fikir verirsə artıq 64-ə qalxıb. 2 litr benzinə yəni sərfiyyatımız olub təxminən cəmi 30 kilometr, даже 25 kilometr yola. Bu da nəyə görədir? Çünki aborotda gedirdi. Mühərrik daha çox yəni çalışırdı. Həm batareyaları doldursun, həm də maşını belə deyim, yüklü maşına dartmağa. Ona görə də sərfiyyatımız çox olurdu. Yəni bu Ekonun demək olar ki powerına çatırdı. Amma hal-hazırda indi birinci saniyə bir dənə şey göstərəcəm sizə. Bu da mənim xoşuma gəldi sözünüzə. Baxın, 99 sürətdir. Avtopilotu qoşdum, qazı buraxdım. Fikir verirsiniz, cəmi 10, 11, 12 kilovat rasxodumuz var. Bu da açığı 14-ə qalxdı. Çünki bir balaca padyom qalxırıq sözünüzü. Üzü Yevlaxa gedəndə bir balaca padyomdur. Yəni sərfiyyat belədir. Gözəl nəticədir. Açığı, yəni 100 sürətlə gedəsən və 12-13 kilovat hələ bir balaca üzü qalxırıq yuxarı. Təxminən bir 200 kilometrə yaxın yol sürmüşəm. 203 kilometr və cəmi 7,4 kilometr 4 litr benzin sərfiyyatımız olub. Ortalama sürətimiz 80-dir gördüyünüz kimi. Açığı hələ ki ideal nəticədir. İndi Bakıda Lökbatan dairəsinə çatanda lap dəqiq biləcəm. Çünki Gəncəyə də gələndə oradan çıxanda hesablamamı eləyirdim. İndi də eyni qaydada Gəncədə haradakı saxlamışdım. Oradan düz Lökbatan dairəsinə olan məsafəni ölçəcəm. 60%-a kimi şarj olunur, 60%-dan sonra elektromobil kimi sürürəm. Yəni indi də bu dəqiqə elektromobil kimi sürürəm. Deməli eyni Sokarın Lökbatan dairəsinin düz yanındayıq. 10% yəni əlavə zaryadkamız var. Çünki buna çıxanda da bizdə var idi. İndi qaydanda da bizdə var. Məsələ nə yerdədir? Baxın, birinci dəfədir ki, Gəncədən Bakıya 339 kilometri cəmi 13,6 litrdən. Yəni gedəndə 17,1 idi, qaydanda 13,6. 3 litr yarım fərq elədi mənim sürüşümlə. Demək olar ki, eyni sürüş sürmüşəm. Gedəndə ortalama sürət 88 idi, indi 77-dir. Demək olar ki, eyni sürüş sürmüşəm, amma nəticələr həqiqətən də superdir. Yəni 100 kilometrə təxminən 4 litr benzin yandırıb. Onu da ki, bütün yolu demək olar ki, eyni rejimdən sürdüm. Deməli, buradan HEV rejimi qoşurdum. HEV rejimi qoşandan sonra batareya gəlib olurdu. Deməli 60% save modunda. Sonra da evini qoşurdum, yəni elektrik vehicle qalxırdı. Daha doğrusu başlayırdım ancaq elektromobil kimi sürməyə. Göstəricilər tam səmimi deyim, gözlədiyimdən artıq oldu. Yəni belə olacağını gözləmirdim. Yəni deməli bu cür sürüşlə sürəndə düzdür. Mən bu birinci videoda da qeyd eləmişəm, indi də qeyd eləyirəm ki, Gəncədən Bakıya, yəni Gəncə 350-400 metr dəniz səviyyəsindən hündürdə yerləşir. Bakı mənfi 24 və yaxud da mənfi 28 metrdə yerləşir. Yəni Gəncədən Bakıya biz düşürük. Amma onunla belə mən bildiyim qədər 1 litr fərq eləyər də, yəni onda. Daha 3 litr yox, 3 litr yarım yox. Bir sözlə tam olaraq mən hələ əlavə olaraq məlumatlar verəcəm. İndi yekunlaşdırma haqqında bir dənə
qısa rəyimi verim. Deməli, Gəncədən çıxanda bizdə 1190 kilometr yürüş yazılmışdı burada. Bakıya çatanda 820 kilometr yürüş yazılmışdı. Yəni ümumilikdə 370 kilometr biz bort priborun məlumatına görə biz yol qət eləmişdik. Düzdür, biraz şarjımız da var idi. Reallıqda 340 kilometr getmişdi, amma bort pribor 370 göstərdi. Yəni ortalama 30-50 kilometr itki baş vermişdi bizdə. Bu da açığı normal göstəricidir. Hesabladım, deməli 100 kilometrə 4 litr cəmi sərfiyyatı oldu. Bu da həqiqətən də super göstəricidir. Bir də dediyim kimi dəqiq bilmirəm ki, bu batareyalara ziyandır, yoxsa yox. Onu da inşallah dəqiqləşdirə bilsəm, məncə tam olaraq biləcəm nə var, nə yox. Ümumilikdə deyim ki, yəni yol cəhətdən yorulmaq falan normal idi. Çox yormadı. Bir balaca hiss elədiyim nədir? Maşın elə bir ki, kip olduğuna görə amortizasiya sistemi mənə görə fikir verirəm ki, bu 20 gövdədən biraz sərtdir. Halbuki hələ mən təkərləri 2-3 atmosferə qoymuşam, amma reallıqda qapıda yazılıb ki 2-5 olmalı. Yəni 2-5 qoysam çox sərt olar. 2-3 ilə normaldır, amma yenə də məncə Prius 20 gövdələrdən yumşaqlığı biraz çoxdur. 2000 kilometrdən Bakıdan çıxdım, getdim Gəncəyə. Bir 5 gün orada yəni sürürdüm maşını. Hacıkəndə qalxdım. Qar videomda var, görmüsünüz. Düşdüm aşağı. Yəni bir 3-4 gündə belə fırlandım. Qayıtdım, 820 kilometr yol qaldı. Açığı deyim, çox ləzzət elədi. Yəni təxminən bir əgər 60 litrdirsə bunun ümumi bakı, 35 litr, yox 65 litrdirsə bir 40 litrə yaxın benzin sərf elədim. Yəni gedib gəlməyə. Gedəndə bilirəm 17 litr benzin sərfiyyatımız var idi. Qaydanda 13 litr yarım təxminən. Onu da ümumiləşdirəndə bir 30-31 litr elə ancaq yola getdi. 5 günə də cəmi orada bir 10 litrə yaxın maksimum benzin sərf elədim. Hacıkəndə qalxıb düşməklə falan bir yerdə. Məncə super nəticədir. Çox xoşuma gəldi. Belə izlərim. Burada videonu yekunlaşdırıram. Video bəyəndinizsə, təbii ki, like etməyi unutmayın. İnşallah kanala abunə deyilsə, hələ də kanala abunə olmağı mən sizə tövsiyə edirəm. Və inşallah ki, növbəti videolarda görüşərik. Sizinlə mən yenə Orxan idim. Allah hamının halal ruzusunu bol eləsin. İnşallah. Sağ olun, salamat qalın.